Hal-hazırda dayandığımız sahə balaton sahəsidir, 38 hektardır. Bu ildən biz toxumları Aqrodia Teşkilatından götürmüşük. Bu toxumlar barəsində və burada görülən qulluqlar barəsində agronomumuz Əziz müəllim danışar. ...2025-ci ildə əkdiyimiz bütün toxumları biz Aqrodia MMC-dən götürmüşük. Və arpa sahəsi olaraq 980 hektar, buğda sahəsi olaraq 598 hektar ərazidə götürdüyümüz toxumlardan səpin aparmışıq. Hal-hazırda durduğum sahə Balaton sahəsidir, 38 hektar təşkil edir. Biz bu sahəni oktyabr ayının ortalarında səpinə başlamışıq və demək olar ki, cəmi bir dəfə suvarma apararaq minimal qulluq səviyyəsi ilə 55-60 sentiner məhsul götürmə səviyyəsinə gətirib çıxarda bilmişik. Taxılçılarda adətdir ki, əllə taxılı belə eləyib, taxıl dik durub, belə yaxşı tərpənəndə ağır görsənir də. Onda deyirlər ki, yaxşı məhsul olur. Yapıqlar da tərtəmizdir. Tərtəmizdir yapıqlar. İnşallah məhsulun keyfiyyəti süper olacaq. Tozlamanın da son ölüdür, yaxşıdır. Yaxşıdır, görkəm var. Bu sahədə və digər sahələrdə əkdiyimiz toxumların hamısı birinci reproduksiyadır və Aqrodiyadan götürmüş toxumlardır. Gələn üçün də əkin üçün planlaşdırdıq ki, həmən toxumlardan və digər toxumlardan, təzə toxumlardan toxumların birinci reproduksiyasını götürüb biz istifadə edək.